Təsəvvür et ki, qonşuna gizli bir mesaj göndərmək istəyirsən və bunu bir kuryer vasitəsilə edirsən. Mesajı bir qutunun içinə qoyub kilidləyirsən və kuryerlə verirsən. Amma risk var ki, o qutunu aça bilər. Bu səbəbdən onu kilidləyirsən. Amma indi qonşun onu açmaq üçün açara malik deyil. Açarı kuryer ilə göndərmək çıxış yolu deyil. Çünki o açarı da istifadə edib qutunu aça bilər. Daha yaxşı bir üsul var. 3 keçid protokolu. Əvvəlcə sən qutunu kilidləyib kuryerlə göndərirsən. O onu aça bilmir. Qonşun qutunun üzərinə öz kilidini vurur və onu yenidən kuryerə verir. İndi qutu 2 kilidlidir və kuryer hələ də onu aça bilmir. Sən öz kilidini açırsan və qutunu yenidən kuryerlə göndərirsən. Bu dəfə qonşun öz açarı ilə qutunu açır və mesajı oxuya bilir. Bu prosesin hər mərhələsində mesaj kuryerdən gizli qalır. Amma bu mükəmməl həll deyil. Burada bir qüsur var. Kuryer öz kilidini əlavə edib onu sənə qaytara bilər. Sən də bilmədən öz kilidini açarsan. Bu zaman o mesajı oxuya bilər. Bu hücum man in the middle attack adlanır və kiber təhlükəsizlikdə çox yayılmış problemdir. Və sən bu protokolu necə dəyişərdin ki, tam təhlükəsiz olsun?